fikrim bu kadar. Şura üzerinden cevap qanunidir sizi. Çok sağ ol. Çıxışlara keçirik. Buyursunlar. Buyurun. Buyurun. Mən özüm də qonağam. Qonağa da həmişə biraz deyəsən daha çox yer verirlər, əhəmiyyət verirlər. Çünki qonağın xətrinə dəymirlər. Fəqət mənim təşəkkür edirəm mənə birinci söz verdiyiniz üçün. Mən İlqar İmamverdiyevin əsəri haqqında danışmaq istəyirəm. İlqar İmamverdiyev bizim o bəzi təbirlərlə desək, o ayağına dəmir çarıq geyinib, əlinə dəmir hasa alıb, dünyanı dolaşan və oradan uğurlu, gözəl şeyləri götürən bir belə mötəbər bir insana bənzəyir, mənim nəzərimdə. Çünki bilirsiniz, zaman olub ki, biz İranda gedib o mühitləri, o aşıq məktəblərini, o aşıq sənətinin xüsusiyyətlərini detallarla olduğu şəkildə almaq, öyrənmək, nota salmaq hər zaman problem olub. Amma burada bir həqiqətdir ki, biz 2 əsrə yaxın orada bizim bir Azərbaycan mühitimiz var, Azərbaycan torpağımız var və orada yetişən sənət var. Aşıq sənəti İranda Azərbaycan qədər mükəmməl bir sənətdir və bunu nota almaq, təsbit eləmək özü böyük bir cəfakeşlikdir ki, İlqar İmamverdiyev bu cəfakeşliyin öhdəsindən çox gözəl şərəflə gəlib, gözəl bir əsər ortaya qoyubdu. Onun üçün mən onu, yazılı rəyimdə var, mən onu ancaq təbrik edirəm və sizi də təşəkkür edirəm ki, belə bir maraqlı bir dissertasiya üçün elmi şura təşkil eləmişsiniz. Bu dissertasiyanı şuraya qoymusunuz. Bu böyük milli qeyrətdir, milli təəssübkeşlikdir, milli ləyaqətdir, milli dəyanətdir. Bunları, çünki bizim mədəniyyətimizin, bizim tarixi mədəniyyətimizin elə bünövrəsini birinci muğam sənətindən də öncə aşıq sənəti təşkil edir və burada bu sənətin qarşılıqlı əlaqəsi, aşıq sənətinin o qədər gözəl variantlarını nota alıb, o qədər variantları haqqında deyib ki, mən inanın, indi o xanımlarla da söhbət eləyəndə deyirdim, bunların ayrı-ayrılıqda çoxsu elə bir namizədlik işidir. Cavabını gözləyən çox gözəl problemlərdir və bunlar da gələcəkdə İlqar Türkiyədə işləyir. Mən inanıram ki, orada da o kökləri araşdıran zaman bir şeyə, bir nəticəyə gələcək ki, bunların elə kökü birdir. Hamısı bir kökdən su içir, bu bir ağacın meyvələri, bir kökü torpaqda olar. Mən müvəffəqiyyət arzu edirəm. Araşdırmada, gözəldə, bayaqlarda mən söylədim, gözəl bir əsərdir. Orada o qədər gözəl insan kimi baxarsan ki, bu sənin üçün gözəl bir insandır, amma qaşında o qədər gözəllik yoxdur, danışığında o qədər gözəllik yoxdur, duruşunda. Yəni, gözəldə eyb axtarmaq mümkündür. Amma ümumi şəkildə əsər gözəldir. Və bunların da o eyiblərini, o nöqsanlarını, o çatışmayan cəhətlərini gələcək tədqiqatında islah edəcək və gələcək tədqiqatında söylədiyim kimi o 3 bucağı bir daha genişləndirmək onun imkanı var. İndi də Türkiyədə onu elədir. Müvəffəqiyyət arzu edirəm. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Buyurun, Şura üzərindən. Buyurun. Hörmətli Səlir, hörmətli Dissertasiya Şurasının üzvləri, bugün ən ulu sənətimiz Ozan aşıq sənətindən söhbət gedir. Həmişə yaşar bir sənətdir və xalqın taleyində həddən artıq böyük rolu olan bir sənətdir. Heç təsadüfi deyil ki, dahi Üzeyir bəy aşıq sənətinə qiymət verərkən deyirdi. Aşıq sənəti elə bir aləmdir ki, burada bəstəkarın da, tarzanın da, şairin də, xanəndənin də, hətta rəqqasın da istənilən qədər payı vardır. Bax, mən belə hesab edirəm ki, bizim sədrimiz bunu çox gözəl duyur, hiss edir və necə çıxışlara qulaq asırdı, necə oponentlərə qulaq asırdı, necə müdaxilə edirdi, bu məni sevindirir. Həqiqətən də bu sənətimizin yaşamasında
bizim ziyalılarımızın çok büyük rolu vardır. O ki qaldı dissertasiya. Mən bir 3-4 il bundan əvvəl Tofiq Bağırov vardı, rəhmətə gedib indi. Mənə bir kitab verdi. Nadir Şahın vaxtında Arakel adlı bir erməninin yazdığı kitab idi. Oxudum, dedi, nə başa düşdün? Dedim, yaxşı kitab. Dedi, yaxşı kitab nədir? Nə məna var burada, nə dərinlik var burada? Mən çətinlik çəkdim. Bir onu deyə bildim ki, nə olub o vaxtı bu təsvir edib, bu qalır. İndi biz bunu əxs eləyirik, başa düşürük ki, bizim tarımız olub, qabalımız olub, ritm belə olub, melodiya belə olub. Dedim, az başa düşübsən, bunu xahiş edirəm, üzünü çıxartır, Vasim Məmmədəliyevə verir. O, səndən yaxşı bilir bunu. Güya mən bir şey eləyə bilərdim. Musiqidən başım çıxmır mənim, o qədər. Və bugün mən bu dissertasiya ətrafında söhbət gedəndə həmin əsər gözümün qabağına gəldi. Arakelin ki, Sankt Peterburgda onu 1903-cü ildə çap ediblər, Rusça. Əl yazmasından, istəyirəm bunu biləsiniz. Orada oturub yazıb da. Bəli, cəmisi neçə nüsxədir? Maraqlı. Çox az. Mən İlqar İmamverdiyevin bu əsərini oxuyanda o əsər gözümün qabağına gəldi. Və gələcək nəsillər üçün bu əsərin mən böyük qiymətini dərk edirəm. Dərk edirəm, çox böyük əsərdir. Mən burada oturan xanımların reaksiyasından hiss elədim bir məsələni. Bizim folklorşünaslıqda da bu belədir. O adam ki, çox toplayır. Məsələn, bizdə Axundov var idi, Əyliman Axundov. Səddiq Paşayev var, Gəncədə professordur. Mürsəl Həkimov var idi, rəhmətə gedib Qazaxdan. Çox böyük toplayıcılar idi. Ancaq nəzəri məsələlərə gələndə görürdün ki, biraz axsayırlar. Bunu açıq deyək. Mən bugün hiss elədim ki, elə musiqi folklorunda da bu belədir. Nəzəri məsələlərə dərin getmək var, bir də təcrübi məsələlərə. İlqar İmamverdiyevin əsəri təcrübi məsələlərə həsr olunan çox böyük qiymət təsir edən bir əsərdir, kəsb edən bir əsərdir. Onun 16 kitabından, 16 əsərindən 7-si demək birbaşa bu dissertasiya ilə bağlıdır. Və ən böyüyü də 644 səhifəlik əsəridir ki, o da möhtəşəm bir əsərdir, o da çap olunur. Birbaşa elə dissertasiyanın adı da elə gedir, orada bir İran türkləri indi əlavə olunub, orada İran aşıq ifaçılıq sənəti getmişdi. Və mən bütün onun gəncliyindən izləmişəm onu. Bəlkə də indi biraz təvəzzükarlıqdan kənar olur demək. Bu sahəyə onun qayıtmasında mənim biraz rolum olub. Mən onun o tarla məşğul olurdu birbaşa. 9 da kitabı çıxıb tardan bağlı, bilirsiniz, fortepiano ilə tardan bağlı. Və bugün onun bu əsəri, mən belə hesab edirəm ki, ana südü kimi ona halaldır. Yəni onun o işləri ki, bu görüb, bilirsiniz, gərək məhəbbət olsun bu işdə ki, gedəsən, gəzəsən, toplayasan, insanların arasına gedəsən, kimi səni necə qarşılayacaq, necə qarşılamayacaq. Bu məhəbbət olanda hər şey olur. O Kultumun bir mahnısı var idi, ərəb müğənnisi, Misir müğənnisi. O deyirdi, küllə narisi rəmat, illə narul höbb. Bütün od alıb sönür, yerində külü qalır məhəbbətdən başqa. Məhəbbət varsa insan iş görə bilir. Bax, İlqar müəllimdə o məhəbbət var, bu böyük işi görüb və bu işi o görə bilərdi. Ramazan yoxdur elə bir adam ki, əvəz olunmasın. Ancaq elə şeylər var ki, onun taleyinə yazılıb. Bu işi, aşıq-façılıq sənətini bütün Azərbaycan üzrə bütöv. Hətta Türkiyə burada gedir, müqayisələr gedir. Hətta onu bir başlıq kimi çıxardı, Türkmənistan gedir. Bunlar hamısı bizim gələcəkdə bu sənətimizin tam sənət barədə təsəvvür yaranmaq üçün çox böyük bir əsərdir, samballı bir əsərdir. Mən belə hesab edirəm ki, o bizim Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyaları qarşısına qoyan tələblərə cavab verir. İkinci bir məsələndə onun şəxsiyyəti barədə mən bir-iki kəlmə demək istəyirəm. Şəxsiyyəti də çox yaxşı, yetişmiş bir insandır, kamil, əxlaqlı, mərifətli, mədəniyyətli bir adamdır ki, neçə illərdir də Türkiyədə o bizim başımıza uca edir, həm aşıq sənətini yayır, Azərbaycan aşıq sənətini, həm də bir Azərbaycanlı kimi Türkiyədə fəaliyyət göstərir, işləyir. Diqqətinizə görə təşəkkür ederim. Gəlmişik.
bir yerdə biz kafedrada çalışmışıq. İlqar müəllim bir şəxsiyyət kimi çox maraqlı insandır. Əvvəlcə onu deyim ki, bu adam tar çalıbdır. Saz musikisini uşaqlıqdan bilibdir. Heç. Ancaq təhsil, tar üzrə təhsil var. Burada tar üzrə beynəlxalq müsabiqə var. Tar üzrə yaxşı yetişdirmələri də olubdur, ifaçılıq da göstərib nə qədər. Azər müəllim əsərini də çalıbdır. Ancaq onunla bağlı həmişə bu saz musikisini onun meyli olubdur. Mənim yadımdadır ki, onu biz konservatoriyanın bütün tədbirlərində iştirak edirdik. Hətta onun Moskvaya da mən oxumamışam. Orada da saz musikisini, aşıq musikisini orada göstərə bilirdi. Ümumiyyətlə, onun birinci namizədli dissertasiyası 94-cü ildə edəndə mənim yadımdadır. Onda da çox gözəl müdafiə etdi. Hətta belə o qədər gözəl ona müdafiəsi haqqında danışdılar ki, belə necə deyim, özümüz də. Çünki saz, aşıq musikisi haqqında yazılmamışdı. Birinci adamı da yazmışdı. Düzdür, filologlar yazıbdır. Üzü istəyirəm, bizə deyil. Hal-hazırda ki, biz konservatorda o işlədiyi müddətdən danışırıq. Ancaq çox adam yazıb, üzü istəyirəm sizə. Əmirə xanım Murtara yazıb, Tariyer Məmmədov yazıb, digərlər. Ancaq onun araşdırmalarını çox hoşuma gəlmişdi. Ariel Məmmədov bir bərkdən danış ki, orada eşitsin. Olur da yeni şeyler. Rami sənin üçün yox, neylə Ariel yoldaşı oturur, onu görür, biraz bərkdən. Adı da çəkilib atdı referatda. Burada çəkilib atdı. İlqar müəllim, sizin bu doktorluq dissertasiyası mən oxumuşam, dissertasiyanın özünü oxumuşam. Necə deyirlər, çox gözəl işlərdə nöqsan da olur, şübhəsiz ki olur, da var. Nöqsanlar da var, deyildi də, mən də bir-iki nöqsanın qəbul edərsin öz işində, etməsin öz işində. Çox gözəl yazmışsın, çox zəhmət çəkmişsən, həddindən çox zəhmət. İnanın ki, qarşına qoyduğun problem ki qoymuşsan, o problem bir doktorluq deyil. Sən hər şeyi əhatə eləmək istəmirsən, hər şeyi. Mümkün deyil. Onun üçün də bəzən görsən, ilaçlar ortaya çıxır, bəzən görsən, suallar ortalığa çıxır. Konkret demə, inanın ki, onu oxudum, diqqətlə oxumuşam, çıxmıyor, bacardım yəni. Onun yarısı, elə onu götürsən, gəl doktorluq olar. Çox geniş əhatə götürsən, çox həddindən çox geniş əhatəlidir. Özü bunun ötəsindən də gəlmişəm. Bir dənə bu dissertasiyada mənim öz fikrimdir bu. Yaxşı olardı, özünə bir yaxşı konsultant götürəydi. Təcrübəli konsultant. Çünki o doktorluq dissertasiyasında sistem var. Sistemdə o sistemliklər də kənarda var. Bu da mütəxəssislər otur. Türkiyədə olmağından. Yəqin çıxacaq. Olsun, bəlkə sizlər də məsləhətləşəcək. Bax, bir dənə bunu demək istəyirdim. İkinci bir də bir söz demək istəyirdim. Hamısı gözəldir. Təbrik edirəm. Bir də mənim burada o söz deyilmədi, amma mən bu söz deməliyim. Bu an öz fikrimdir. Bax, bunun adı məsələsini. İran türkləri sözü məni təmin etmir, açıq deyim sizə. Niyə? Niyəsi deyim bir dəqiqə. Niyə orada siz İran Azərbaycanlıları yazmırsınız? Azərbaycanlı. İranda yaşayan Türklər də. İran türkləri deyəndə mən başa düşmürəm. Bir də Azəri türkükdə. Burada Türk sözündə nə pis şey var? Vaqif müəllim, onlar özlərini Türk adlandırır. Orada Azərbaycanlı sözü yox. Erməni sizdə Türk deyir, Fars sizdə Türk deyir. Siz deyirsiniz ki, yox, mən Səadət xanım, icazə ver sözümü deyim, sonra siz o mənim sözümü deyim. Azərbaycan dilində Siz mənim sözümü nə tərsinə o fırladırsınız? məkandır. Budur ki, mənim sözümü demək ixtiyarım yox. Buyur, yaxşı. İranda bilirəm ki, Azərbaycanlılar Türk deyir. Müharibə açılır burada, hər şey deyir. İranda yaşayan Azərbaycanlılara Türk deyirlər. Amma biz isə İranda yaşayan Azərbaycanlılar Azərbaycanlı deyirik. Mən bu qəbul etmirəm də, mənim öz fikrimdir. Hadi, məsələ burasındadır ki, Azərbaycanlı ləzgidə ola bilər, talışda ola bilər. Əslində Rus da ola bilər, çünki o Azərbaycanın vətəndaşıdır. Amma Türk ancaq biz Türkiyik. Məsələ burasındadır da. Səməd Vurğun o vaxt yazırdı Rəhbərə Salam şeirində Stalinə, Bakının sayrışan ulduzlarından
çadrasız, boyasız Türk qızlarından deyirdi. Biz bu türkü niyə imtina eləməliyik? O vaxtda dedilər, sonra bizə yanıltdılar, indi gərək deyək də yine. Deyək həmən şeyləri təkrar eləməyək, amma deyək. Bu Vaqifin şeyidir. Mən o sözü Onun mövqeyi qəbul belə. etməbiləsiniz, sizin şəxsi O mənada pasajçı. Çünki biz şəxsi vərəqəni yazanda milləti yazırıq Azəri. Azərli yox, Azərbaycanlı. Azərbaycanlı da yazırıq da. Yəni yazmırıq türk. O mənada, o baxım. dilin qanunu var da, o akançəlik varanlı, o məkanı göstərir. Mən o sözü üstad yanıram. Oldu. Mən o sözü. Mən Təbrik siz- edirəm. mən sizi Sağ başa düşürəm. doktorluq işini, sağ və həqiqətən arzu edirəm. Bir də bir söz deyim ki, Azərbaycan muğamlarının necə ki, notasiyası, not yazısı düzgün yazılmır. Çox, məsələn, mənim yadımdadır ki, bu məsələni deyildi. Mənim yadımda Nəriman Məmmədovun yazdığı muğamları Novosibirskə məktub gəlmişdir, onu oxumuşum. Orada yazmışdır ki, biz onu çalırıq, muğam alınmır. Plastikini düz gəlmiş. Lentlə düz gəlmir. İndi muğamı da yazanda ki, nə qədər yazsan yaz, onun lenti ilə düz gəlmir, alınmır notasiyası. Demək, yazır, bizdə metodikası yoxdur. Muğamdan demişim. O cümlədən aşıq musikisində deyilmək. Ne kadar yazsan yaz, onu bir ruhsat çalsın, görürsen ki, onun da ifade yazısı yoktur. Bu nöqteyi nəzərdə sadəcə bunu yaxşı bilirsən, məndən də yaxşı bilirsən. Ben arzulayıram ki, o sahiyyə düşür. Çox sağ ol. Sağ ol, bəbək. Çox sağ ol. Daha şura üzlərindən. Buyurun Sərdat xanım. Mən İlqar müəllim həftələrdə təbrik edirəm. Bu başda sizə uğurlar arzulayıram. Əlbəttə böyük iş görmüsünüz. Bütün işlərdə həm müsbət cəhətləri olur, mənfi cəhətləri olur. Müsbət cəhəti çox olan işdə əziyyəti çoxdur, mənfi cəhəti çox olan işində əziyyəti çoxdur. Əziyyət çoxdur. Ancaq mən həqiqətən böyük işdir. Bax, burada ədəbiyyatçılar oturub sizi çox tərif edir. Mən də onları dəstəkləyirəm. Deyəcəm, mən bunu yazı üçün, diktafon kimi demirəm mən. Sizə məsləhət kimi, tövsiyə kimi deyirəm ki, əgər musiqiçisinizsə, musiqiyə üstünlük verməlisiniz. Musiqidən yazmalısınız. Çünki ədəbiyyatçılar çox yazırlar, tarixçilər çox yazırlar. Mən musiqiçiyəm, heç, misal üçün, mən də aşıq musiqisindən nə qədər siz söylərəm sizin üçün. Ancaq bu musiqisindən danışmaq, bax, o fərqləri, farsların ancaq türk sənətidir, eləmi? Mənim əlimə Elmira xanımın vaxtında bir iş gəlmişdi, o vaxt konkurslar keçirdik, Yakutiyadan. Mən bayatı oxudum, orada bizim bayatı, Rus dilində, Kirillə yazır, Yakut dilində, bizim bayatı. Yəni ki, türk dilidir də, eləmi? Siz əgər Fars əhatəsində, Fars mühitində yanaşı yaşayırlar da, Cənubi Azərbaycanda, orada o musiqi intonasiyasına olan kiçicik bir təsiri orada hiss eləyib, duyub, onu üzə çıxara bilsəydiniz, sizin işinizin heç misli bərabəri olmazdı. Çünki siz hər halda musiqiçisiniz və sənətşünaslıq namizədi musiqiçisi olur. Teşekkür ederim. Mən sizə uğurlar diləyirəm. Buyurun. Daha kim çıxış eləmək istəyir? Yoxsa. Kifayətdir. Yaxşı, onda mən də İlqarı təbrik eləmək istərdim. Çünki aşıq sənəti belədir ki, Üzeyir bəy əsas qəhrəmanı Koroğlunu məhz aşıq kimi qələmə vermişdi və Koroğlu Xan sarayını silahla yox, aşıq sənəti ilə açıb. Onu da demək lazımdır ki, bu böyük bir Üzeyir bəyin dairəli bir dramaturg kimi orada
bir uzaq olur da, biz hiss eləyirik. Çünki o gelir aşıq mahnısı ilə, o xanları zəbt edir məhz öz sənəti ilə. Və aşıq sənəti əlbəttə bizim üçün çox vacibdir. Mən fəxr edirəm ki, Mikayıl Əzaflının orada bir məclis var idi, mən təşkilatçı olmuşam filarmoniyada. Kızı burada da oturur. Burada mı? Hoş gelmişsiniz. Hoş geldiniz. Allah rəhmət eləsin. Böyük sənətkar. Çok minnettarım. Şimdilərinizdedir. Biz həmişə bu adamı böyüklər. Hər yerdə. Çok sağ olun. Və ona görə qarımın söyləyirəm, bu doğrudan bir böyük dəryadır. Mən Sadət xanımla razıyam. Əgər sən musiqiçisən, məhz o yolu ilə get, o sirləri araşdır. Çünki filoloqlar öz yolu ilə gedirlər, sözünü araşdırırlar. Sən də musiqi intonasiyanı araşdırmaq, o çox lazımlı bir işdir. Çünki doğrudan İranda yaşayanlar, İranlarda yaşayanlar, Türkmenlər də var, Lazlar da var. Çox maraqlı olardı ki, bəlkə onların da aşıq sənəti ilə bağlı olan sirləri də açsaydın, daha da yaxşı olardı. Gələcəkdə bu həmişə olar. Söz sənə verirəm, buyurun, söz sənindir. Hörmətli Elmi Şura üzvləri, hörmətli qonaqlar, hörmətli sədr Fərhad müəllim. Vaxt ayırıb gəldiyinizə görə, bugünkü gündə mənim dissertasiyamda iştirak elədiyinizə görə təşəkkürümü bildirirəm. Doğrudan da bu sənət, bu mövzu ətrafında mənim yazdığım dissertasiya işində hamınızın zəhməti var. Bunu xüsusi qeyd olaraq qeyd eləməliyəm. Hardasa mənim xassa məqamda mənə yardım eləyibsiniz, kömək eləyibsiniz. Məsələn, bunları qeyd etməsəm özümə bağışlayamıram bəlkə də. Məsələn, Ramiz Zöhrabov 1976-cı ildə Bakıya Gəncəyə komissiya sədri gələndə dedilər, mənim saz çalmağımı ona dedilər, dedi ki, tar çaldım dövlətim, dedilər ki, sazını da gətir. İlk dəfə bax, o Ramiz Zöhrabov məni Gəncədə deyildi. Sonra konservatoriyaya gələndə də burada da gördüm ki, saza maraqlı olan insanlarla əlaqə saxladım. Bəstəkarlarımız əsərlər yazanda getdim, çaldım, elədim. Yəni, simfonik əsərlərdə, piano üçün və yaxud da xırda əsərlərdə zaten, hətta kino musiqilərinə də yazılan əsərlərdə də mən çaldım. Mahir Məlkovun 2 Sahil filmində, Cahangir Cahangirovun Papaq kino filmində, rəhmətli Yemin Sabitoğlu'nun Qaçaq Nəbi filmində, Moskvada simfonik orkestrlə bərabər bu sazımızı orada yazdığı əsərlərdə çalmışıq. Aşıq havası yox, xüsusi yazılmış əsərlərdə bu sazımızdan istifadə eləmişik. Aydın Əzimovun bu Dədə Qorqud multfilmində yazdığı şeydi, türk sazında çaldıq. Yəni, bu saza olan marağımızda hamınızın mənə hardasa bir köməkliyiniz dəyibdir. Məsələn, Qəzənfər müəllim, bizim hörmətli professorumuz Mikayıl Əzaflının sağlığında 1988-ci ildə oktyabrın 23-də aktyor evində gecəsində onun ilk məclisi açılışında məndən dedi, sən çalacaqsan. Rəhmətli Mikayıl Əzaflı dedi, valla bunu sən yaxşı çalırsan, sən çal. Sonra, ondan sonra dönə-dönə bax, o 1994-cü ildə onun ölümündən sonraki onun gecəsindən və başqa-başqa gecələrdə, yəni Qəzənfər müəllimin aşıq sənətinin olan münasibəti də bizi bugünkü gündə bu elm işimizdə hardasa yazılmasına səbəb oldu. Marifə xanımın Türk Anadolu aşıq sənətini, aşıqları, şairlərlə bağlı yazdığı kitabları oxumuşam. Məsələn, bu sənət o qədər möhtəşəm. Mənim bir sözüm var, bir dissertasiyamda da yazıram. Deyirəm ki, Azərbaycan və Türkiyə, deməli, bu saz sənəti Türk dünyasının sənətidir. Muğam sənəti Şərq dünyasının sənətidir. Azərbaycanla da İran bir dövlət kimi, bir ərazi baxımından bu iki mədəniyyətin qovuşduğu bir ərazidir. Bugünkü gündə aşıq sənəti də buna görə yaşayır. Fərhad müəllim, sizə təşəkkürümü bildirirəm. Doğrudan da sizin o sözünüzdən sonra ki, get özün axtar tapkinə. Deməyiniz elə bir mənə aiddir. Bax, bugünkü gündə getdim, İranı gəzdim, dolaşdım. Sonra Məhərrəm Qasımlının Ozan Aşıq Sənəti kitabını oxuyandan sonra dedim ki, bəs bu yazılan bölgələrdən məlumatım yoxdur, gedim oranı araşdırım.
görüm nə var, nə yox. Həm də ki 2000-ci ildə Aşıqların Başkan Yardımçısı seçiləndə də elə bir üstümdə bir məsuliyyət hissi olundu ki, ged özünü axtar, tap bu işləri ilə ginə. Yəni bu bugünkü gündə də Azərbaycan və Türkiyə aşıq İran aşıq sənətinin qarşılıqlı əlaqələri mövzusu da elə belə yaranmayıbdır. Hamınızın zəhmətiniz, hamınızın mənim üzərimdə diqqətini mən hiss elədiyimdən bunu yazmışam. Hamınıza təşəkkür edirəm vaxt tarif gəldiyinizə görə. Yəni bu deyilən problemləri gələcəkdə də yəqin ki nəzərə alacağım, araşdırmalarım yenə də davam eləyir. Yenə də mənim fikirlərim var. Hələ öyrəniləsi çox problemlərimiz var. Cəmilə xanım, sizin də təşəkkürümü bildirəm, bu texniki işdə mənə çox yardım elədiniz. Gülməz xanıma təşəkkürümü bildirəm. Oponentlərimə vaxt tarifi, mənim bu kitablarımı, mənim bu dissertasiyamı oxuduqlarına görə, Qəzənfər müəllim sizə, Məhərrəm Qasımlı sizə, sonra Oqtay müəllimə təşəkkürümü bildirirəm. Vaqif müəllim, sizə təşəkkürümü bildirirəm. Siz mənim əsərlərinizi oxumuşam, ondan da bəhrələmişəm, istifadə eləmişəm. Sağ olun deyirəm. Azər müəllim, çox sağ olun bugünkü gündə gəldiyimizə görə. Bizim müəllimlərimizə, Səadət xanıma, buradakı şura üzvlərinə hamınıza təşəkkürümü bildirirəm, qonaqlarımıza təşəkkür edirəm. Yəni bu sənəti yenə də araşdıracağım, yenə də çox maraqlı şeylər çalışacağım, tavam belətdirim, tavam. Sağ olun Fərad müəllim. Çox sağ olun. Qaldı ən əsas məsələ səsvermə komissiyanın tərkibi. Təklif edən Vaqif müəllim rəhbərlik eləsin. Sən çox uğurlu nəticələri çox yaxşı elan edirsən. Səadət xanım, bir də Azər müəllim. Etirazınız yoxsa? Səadət xanım Seyid. Evet. Hörmətli şura üzvləri, hörmətli sədr. Bugünkü doktorluq dissertasiya işinin səs verməsinin yekununu sizə çatdırmaq istəyirəm. Şura üzvləri 22 nəfərdən ibarətdir. Hal-hazırda isə 16 nəfər iştirak edir. 16 nəfərin səs verməsinin yekunu belədir ki, onların 15 nəfəri lehinə səs vermişdir, bir nəfəri əleyhinə səs vermişdir. Təbrik edirəm İlhan. Təbrik edirik. Nəticələri biz təsdiq eləməliyik. Xahiş edirəm, səs verək. Bu da layihə sizdə var. Əsaslı qəbul olunsun. Qəbul olunsun. Yaxşı, əsaslı. Çox sağ olun, təbrik edirik. Təbrik edirəm. Gerçekten çok güzel. Çok nормальный этап. Спасибо.